İlham Əliyev Serbiyaya da baş çəkib və oradan nələri planlaşdırdığı barədə indi danışacağım, amma mən biraz tavaxıl eləyin. Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin yanvar ayında 2025-ci ilin yanvar ayı ilə müqayisədə dəyər ifadəsi ilə 825 milyon 222 min dollar və ya 29,5% azalaraq 1 milyar 967 milyon 456 min dollara düşüb. Bu rəsmi xəbərdir və bu barədə Gömrük Komitəsi məlumat verir. O cümlədən xam neft ixracı dəyər ifadəsi ilə 664 milyon 953 min dollar və ya 35% azalaraq 1 milyard 238 milyon 82 min dollara, təbii qaz ixracı isə 182 milyon 576 min dollar və ya 21% azalaraq 687 milyon 506 min dollara qədər geriləyib. 2026-cı ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracının dəyəri 268 milyon 389 min dollar təşkil edib. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 22 milyon 613 min və ya 9,3% artıqdır. 2026-cı ilin yanvar ayında Azərbaycanın cəmi ixracının dəyəri 2 milyard 235 milyon 845 min dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 802 milyon 609 min dollar və ya 26,4% azdır. 2026-cı ilin yanvar ayında Azərbaycanın ixracının dəyərinin 88%-i neft-qaz sektoruna daxil olan mallar, 12%-i neft-qaz sektoruna daxil olmayan mallar üzrə formalaşıb. Neft-qaz gəlirləri azalır və buna görə də Azərbaycan məmurları da gözlərini enerji sektorunun son akordlarına dikərək daha çox sırpışdırmaq üçün əllərindən gələni edirlər. Məsələn, təbibin keçmiş rəhbəri Vüqar Qurbanovun işdən azad edilməsinin ardınca hökumətin nəzarətində olan saytlar onun 300 minlik BMW-yə sahib olduğunu bildirdilər. Bu hələ bir maşındır və ya sadəcə maşındır. Bir adam 300 minlik maşını o zaman alar ki, onun ən azı 30 milyonluq var dövləti olsun. Hesabla belədir. Analogiyalar da var. Xaçmazın icra başçısı da aşağı yuxarı bu qiymətə bir maşın almışdı. Mən bu barədə danışandan sonra əvvəlcə qaynatasının adına keçirdi, sonra isə ümumiyyətlə ilim itirdi o maşını ki, ortalıqda görünməsin. Bilmirəm, indi həmin o maşını sürür ya yox, arxayınlaşıbsa sürər. Bu misalı Naxçıvanın Vasifdən sonra Dabanqırma qubernatoru qoyulan Fuad Nəcəfli üçün də çəkə bilərik ki, o da bircə il işləyəndən sonra 300 minlik maşın almışdı, həm də talasemiyalı uşaqların müalicəsi fondundan çırpışdırdığı pulla almışdı. Amma gedək Serbiyaya. Orada Serbiyanın padişahı Vučićin xahişinə görə Əliyev Serbiyaya 500 milyon dollarlıq yatırım eləyəcək. Vučić deyib ki, 500 megawatlıq elektrik stansiyası Serbiyanın cənubundakı Niš şəhərində 2029-cu ildə açılacaq. O, daha çox belə stansiyaların tikilməsinin vacibliyini qeyd edib, elektrik hasilatı üçün xeyli yeni mənbələr olmalıdır. Prezident Əliyevdən xahiş etdim ki, bu işdə bizə şəxsən kömək etsin. Vučić belə deyib. Əldə etdiyimiz məlumata görə 500 megawatlıq qazla işləyən elektrik stansiyasının tikintisi ən azı 500 milyon dollar pul tələb edir. Normal hesablamalarda 600-650 milyon dollar da deyilə bilər. Nəzərinizə bir mühüm məsələni də çatdırmaq istəyirəm ki, Serbiyada Azərbaycan kimi korrupsiyanın və bundan irəli gələn bütün yaramazlıqların baş verdiyi öncül ölkələrdən biridir. Serbiya 116 balla Avropanın, Azərbaycan isə 130 balla dünyanın ən çox korrupsiyalaşmış ölkələrinin siyahısındadır. İndi orada, yəni Serbiyada Əliyevin dostu Vučićin hakimiyyətdən rədd edilməsi üçün bir hərəkat başlayıb. Vučićlə hesab edir ki, gedər ayaqda eynən Maduro kimi Əliyevdən 5-600 milyon dollar qoparmağın ziyanı olmaz. Həbsxanada olan müxalifət lideri AXCP sədri Əli Kərimli bu Serbiya avanturası barədə də bir açıqlama göndərə bilib və deyib: Televiziyalardan təəssüflə izləyirəm ki, 3 milyon nəfərə qədər işsizi olan
Əksəriyyəti yoxsulluqdan əziyyət çəkən Azərbaycan xalqının milyardlarla dollar pulunu xarici ölkələrə sərmayə etmək ona böyük uğur kimi sırınır. Bu dəfə də Azərbaycan xalqından artırılmış aksiz, vergi, qiymət və cərimələr hesabına toplanmış milyonlar Serbiyanın inkişafına yönəldiləcək. Daha əvvəl həmin o milyardlar çox inkişaf etmiş İtaliyanın, İsrailin, Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatına yönəlmişdi. Paradoks ondan ibarətdir ki, bugün Azərbaycanın sərmayə qoyduğu ölkələrin iqtisadiyyatı Azərbaycanın iqtisadiyyatından qat-qat çox inkişaf edib. Amma Azərbaycan hakimiyyəti xalqımıza lazım olan iş yerlərini burada açmaq, real iqtisadiyyatı burada yaratmaq əvəzinə ölkənin milyardlarını həmin o inkişaf etmiş dövlətlərə sərmayə kimi qoyur. Bu günlərdə hamımız məyusluq hissi ilə müşahidə etdik ki, ABŞ-ın vitse-prezidenti Vinsin Azərbaycana və Ermənistana səfərinin fərqli nəticələri oldu. Ermənistana səfər zamanı bu ölkəyə təqribən 13 milyard dollara yaxın investisiya qoyulacağı elan olundu. Azərbaycana isə belə konkret investisiya elan edilmədi. Yəqin ki, bu vəziyyət xalqımızın xeyli hissəsini narahat etdi. Azərbaycana niyə belə investisiyalar vəd olunmur? Kənar heç kimlə küsmək lazım deyil. Burada birbaşa səbəbkar Azərbaycan hakimiyyətinin özüdür. Birincisi, xalqı kasıb olan Azərbaycan hakimiyyəti özünü dövlət olaraq zəngin kimi göstərir və bizdən qat-qat güclü iqtisadiyyatı olan ölkələrin qarşısında investor kimi davranır. Azərbaycan özünü xarici ölkələrə milyardlarla dollar sərmayə qoyan, 80-ə qədər ölkəyə yardım edən zəngin ölkə kimi aparır. Ona görə də heç kimin ağlına gəlmir ki, Azərbaycana sərmayə qoysun. İkinci səbəb də odur ki, Azərbaycanda hüquqsuzluq, repressiya hökm sürür, müstəqil məhkəmə, azad media yoxdur. Bunu da dünya bilir və bilməkdə davam edir. Təsəvvür edin ki, vitse-prezidentin səfəri ərəfəsində dünyanın 8 nüfuzlu media orqanında mənim, jurnalistlərin və başqa ictimai siyasi fəalların həbsi, Azərbaycandakı repressiyalar, ölkədəki hüquqsuzluq barədə materiallar yayıldı. Bunlar həm Vinsin diqqətinə çatdırıldı, həm də dünyanın. Ölkədəki hüquqsuzluq ikinci səbəbdir ki, Azərbaycana sərmayə qoyulmur, ölkəmizin ehtiyacı olan sərmayələr ondan yan keçir. Paradoksa baxın ki, Ermənistan hökuməti ölkəsinə investisiya cəlb etməklə öyünür, Azərbaycan hakimiyyəti isə öz təbliğatını başqa ölkələrə investisiya qoymağın üzərində qurub. Demokratiya və avtoritarizmin fərqi burada görünür. Demokratik hökumət hər yerdən investisiyalar cəlb edir, iş yerləri açır, xalqını inkişaf etdirir. Avtoritar hakimiyyət isə boğazından kəsilmiş milyardları özünün şəxsi və korporativ maraqlarına görə sərmayə kimi başqa ölkələrə göndərir. Azərbaycan xalqı bunun fərqində olmalıdır. Yeri gəlmişkən dəyərli izləyicilər, bir mühüm detalda əlavə edeyim ki, bu Serbiyada tikilməsi nəzərdə tutulan Vučićin xahişi ilə İlham Əliyevin tikdiyi elektrik stansiyası yəqin ki, Azərbaycanın dövlət vəsaitləri hesabına tikiləcək, amma bu cür halların demək olar ki, hamısında olduğu kimi sonradan İlham Əliyevin ailə üzvlərinin adına olan şirkətlərin balansına keçiriləcək. Bu ilk dəfə deyil. Həm Azərbaycanın daxilində, həm də Azərbaycandan kənarda dövlət vəsaitləri hesabına tikilən, qurulan obyektlərin, müəssisələrin sonradan Əliyevin uşaqlarının adına olan şirkətlərin balansına keçirilməsi artıq İlham Əliyev üçün bir adət və vərdiş halını alıb.